32-ci suala baxırıq. Bosfor meqalopolisine aid olan şəhər aqlomerasiyaları. Bosfor'a aid Boston, New York, Philadelphia və Washington şəhərləri. Cavabımız da olar B variantı. A variantından Los Angeles, D'dən, Y'dən Los Angeles çıxar. C variantından da Chicago tipik meqalopolisine aiddir. Los Angeles isə Sansana. 33. Sakit okeanda Sansan meqalopolisine aid olan şəhər aqlomerasiyaları San Francisco, San Diego, Los Angeles və Sacramento şəhərləridir, aqlomerasiyalarıdır. Cavabımız Y variantı. 34. Hind-Avropa dil ailəsinə mənsub xalqlar. A variantı. Belaruslar Hind-Avropa dil ailəsi Slavyan dil qrupu, İngilislər German dil qrupu, Fransızlar isə Roman dil qrupudur. B variantından Türkmənlər Altay dil ailəsi, C variantından Ərəblər Sami-Hami dil ailəsi, D variantından Finlər Ural dil ailəsi, Y variantından Uyğurlar Altay dil ailəsi. Ona görə cavabımız A variantı. 35. Əhalinin təbii artımını azaltmaq məqsədilə demografi siyasət yürüdən ölkələr. Əhalinin təbii artımını azaltmaq istəyən ölkələr inkişaf etməkdə olan ölkələrdir. Burada da cavabımız A variantı. B'də Böyük Britaniya, C'də Kanada, D'də İtaliya, Y'də Niderland inkişaf etmiş ölkədir. 36. Əhalinin təbii azalması müşahidə olunan ölkələr. Təbii azalması əsasən inkişaf etmiş ölkələr plus inkişaf etməkdə olan ölkələrdən Şərqi Avropa ölkələridir. Mərkəzi Asiyanın bir iki ölkəsidir ki, təbii azalma müşahidə olunur. Baxaq, A variantından Latviya, Baltikyanı ölkə, Belarus, Ukrayna, Rusiya, Şərqi Avropa düzəyində olan ölkələr, Şərqi Avropa ölkələri. Təbii azalma müşahidə olunur. Elə cavabımız A variantıdır. B variantından Özbekistan, C variantından Myanmar, D variantından Meksika, Y variantından Argentina təbii azalma müşahidə olunmur. 37. Yaponiya və İtaliyaya aid olmayan cəhətlər. Aid olmasın deyir. Təsərrüfatları gətirmə xammalına əsaslanır. Doğrudur. Çünki inkişaf etmiş ölkələr gətirmə xammala əsaslanır. Başqa inkişaf etməkdə olan ölkələrdən alırlar və ondan yeni bir məhsul yaradırlar. B. Dünya okeanlarına çıxışları vardır. Bəli, hər ikisinin dünya okeanına çıxışı var deyə bu variantda getdi. C. Təsərrüfatları çox mərkəzli quruluşa maiddir. İnkişaf etmiş ölkələrdə çox mərkəzli quruluşa maiddir. Bu da doğru deyə getdi. D. Unitar dövlətlərdir. Deməli, unitar quruluşuna görə unitar və federativ olur ölkələr. Yaponiyada, İtaliyada unitar dövlətdir və təbii artımı birinci tipidir. Bəli, inkişaf etmiş ölkələr təbii artımı birinci tipidir. Doğru deyə götürmürük. Federativ dövlətdir yazıb səhvdir. Təbii artımın ikinci tipi yox, birinci tipi isə cavab olar. Yenə səhvdir. Cavabımız Y variantı. 38. İqtisadi fəal əhalinin kənd təsərrüfatında daha çox çalışdığı ölkələr. İqtisadi fəal əhali kənd təsərrüfatında çalışırsa, bu əsasən inkişaf etməkdə olan ölkələrdir və əkinçi üçün əlverişli şəraiti olan ölkələr. Bir də inkişaf etmiş ölkələrdən istisna var idi ki, kənd təsərrüfatı yaxşı inkişaf edən təsərrüfatında Cənubi Avropa ölkələri idi. İndi cavablarla baxsaq, A variantından Kanada olmaz. B variantından yine Kanada olmaz. C variantından deməli Almanya olmaz. Fəal əhalinin əsasən xidmət sektorundadır orada. Y variantında İtaliya yine inkişaf etmiş ölkədə olmaz. Cavabımız D variantı. İnkişaf etmiş ölkələr. İnkişaf etməkdə olan ölkələr Bangladeş, Çad, Mali, Sudan. 39. İqtisadi fəal əhali qeyri-istehsal sahələrində daha çox çalışan region və ölkələr inkişaf etmiş ölkələr olmalıdır. Qərbi Avropa ölkələri ABŞ və Kanada. 40. İnkişaf etməkdə olan ölkələrdə yalançı urbanizasiya prosesinin səbəbi şəhər ərazisi sürətlə artması nəticəsində baş verir bu proses və şəhər ətrafı ərazilərdə məskunlaşırlar. A variantı. İqtisadi və sosial inkişafın şəhər ərazisinin artımından xeyli geri qalması. Bəli, şəhərdə artıq işsizlik, təhsildə çatışmazlıq, səhiyyədə çatışmazlıq bu kimi problemlər artıq şəhər ətrafında əhalinin məskunlaşmasına səbəb olur və yalançı urbanizasiya gedir. B variantı kənd təsərrüfatının ekstensiv inkişafı onsuz da inkişaf etməkdə olan ölkələrdə ekstensiv idi. Elm tutulmuş sənaye sahələrinin şəhərlərin kənarlarında yaxşı inkişaf etməsi, xeyir mərkəzdə inkişaf edir. D. Xarici miqrantların iri şəhərlərin ətrafında toplanması. Belə bir anlayışımız yoxdur. Y. Kənd təsərrüfatının intensiv inkişafı yox. Bu da səhvdir. Ekstensiv inkişafı idi. Bizə amma lazım idi ki, yalançı urbanizasiyanın formalaşmasının səbəbi nədir? Səbəbi deməli iqtisadi və sosial cəhətdə şəhər əhalisinin artımından inkişafın şəhər əhalisinin artımından geri qalmasıdır. 41. Ölkə ərazisinin təbii artımı dedikdə doğulanlar və ölənlər arasındakı fərq nəzərdə tutulur. 42. Verilən əlamətlərin aid olduğu dövlət. Əhalinin təbii artımı birinci tipinə aiddir. Bir-biri ilə həmsərhəd deyil və eyni materikdə yerləşirlər. Eyni materikdə yerləşirlər. Deməli, baxırıq C variantına. Avstraliya ilə Car eyni materik deyil, olmaz. A variantında
Bir-biriyle həmsərhəd deyil. Almaniya ilə Polşa bir-birinə sərhəddə olmaz. B variantı ABŞ ilə Kanada bir-birinə sərhəddə olmaz. D variantına Çinlə Rusiya bir-birinə sərhəddə olmaz. Cavabımız qalır Y variantı. Finlandiya, Belçika, İsveçrə inkişaf etmiş ölkədir. Əhalinin təbiətinin birinci tipdir. Bir-birlərlə həmsərhəd deyirlər və eyni materikdə yerləşirlər Avrasiya materikində. 43. Əhalinin təbii azalmasının səciyyəvi olduğu ölkələr. Təbii azalma inkişaf etmiş ölkələr dedik və Şərqi Avropa ölkələri. Cavabımız olacaq deməli. A variantında Hindistanda təbii azalma yoxdur. B variantında yoxdur. C variantında Türkiyədə yoxdur. Daha sonra D variantında Kenya, Misir inkişaf etməkdə olan ölkələrdə əhali çoxdur. Təbii artım çoxdur. Olmaz. Cavabımız Y variantı. İnkişaf etmiş ölkə Almaniya, Baltikyanı ölkə Şərqi Avropa düzənliyi, Latviya, Çexiya, Macarıstan bunlar aiddir. 44. Suburbaziyası səciyyəvi olduğu ölkələr inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrdə ABŞ-dır, Fransadır, Böyük Britaniyadır. 2, 5, 6 A variantı. Yalançı urbanizasiya inkişaf etməkdə olan ölkələrdir. İnkişaf etməkdə olan ölkələr burada olacaq cavabımız. Səciyyəvi olduğu ölkələr, deməli, burada olacaq inkişaf etməkdə olan ölkələrdən Latin Amerikasında daha çox gedir 3, Kolumbiya 4, Meksika və 6 Braziliya. Daha sonra 46. Latin Amerikasında olan böyük şəhər aglomerasiyaları Mexikodur, San Paulodur və Rio de Janeiro şəhəri Braziliyada. Mexiko Meksikada, San Pauloda Braziliyadadır. Daha sonra 47. Asiyanın Sakit Okean sahillərində yerləşən böyük şəhər aglomerasiyaları Sakit Okean sahilində yerləşən və Asiyanın Yaponiyadakı, Çindəki limanları göstərə bilərik. Deməli, burada olacaq A variantından Karachi limanı Hindistanda Hind Okean sahili olur. Olmaz. B variantından Şanxay Çində, Tokyo Yaponiyada, Jakarta İndoneziyada, Osaka Yaponiyada hamısı da Sakit Okean sahilinə düşür. B variantı doğrudur. C variantından Kəlküttə Hind Okean sahili deyə bilərik. D variantından deməli, D variantından Mumbai yenə Hindistanda, Y variantında Tehran İranda olmaz. 48. Ölkə əhalinin orta sıxlığı 50 nəfərdir. Sahəsi 80 min olan bu ölkənin sayını tapın. Sıxlığı tapanda əhalinin sayını bölürdük sahəyə, ölkənin sahəsinə. İndi sıxlığımız verib ki, bizə 50-dir. Sahəni də verib ki, 80 mindir. Deməli, 80 mini əhalini tapanda 80 mini 50-yə vursaq, əhalini tapmış olarıq. O da eləyər 40 milyon nəfər. Cavabımız bir-birinə vursaq, cavabımız eləyəcək 4 milyon nəfər. A variantı. 50-ni 80 minə. 49-da. Ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrdə 65 nəfərdir. Ölkə əhalinin sayı bu qədərsə, ölkənin sahəsini müəyyən edin. Necə müəyyən edəcək? Hər kvadrat kilometrə yenə 65-i verib sıxlığı və ölkə əhalinin sayını da verib. 22 milyon 750 mini böləcək sahəyə, ölkənin sahəsinə bilmirik nədir, bərabər eləyəcək 65-ə. Buradan da sahəni tapmaq üçün onları bir-birinə bölərik, yəni 22 milyon 750 mini bölərik 65-ə. Oradan da alarıq cavabımız 350 min kvadrat kilometrdir sahəmiz. Daha sonra keçdik növbəti suala. Deməli, burada cavabımız oldu 350 min kvadrat kilometr. 50-ci sualda. Ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrdə 60 nəfər sahə verir. Sahə veribsə əhalini tapmaq üçün bir-birinə vurmalıyıq. 60-ı 350 minə vuracağıq və milyonla ifadələmək üçün aldığımız cavabı da 9 dənə sıfıra bölərik və cavab alaraq 21 milyon nəfər. 6 sıfıra daha doğrusu. 51. Ölkə əhalinin sayı 14 milyon 625 min nəfər, ölkənin sayısı 195 min kvadrat kilometr. Əhalini sahəyə böləndə adam başına düşən sıxlığı tapmış oluruq. Ona görə 14 milyon 625 mini 195 minə bölsəz, cavab alarsınız, deməli 75 nəfər. Yəni hər kvadrat kilometrə 75 nəfər əhali düşür. Daha sonra 52. Dünyada urbanizasiya səviyyəsinin dinamikasını düzgün göstərən qrafiki müəyyən edin. Dünyada urbanizasiya sahəsinin düzgün göstərildiyidir. Urbanizasiya deyəndə şəhər əhalisi nəzərdə tutulur. Şəhər əhalisi sayı durmadan artır. Yəni düz mütənasibdir. 53. Xəritədə verilmiş rəqəmlər əslində dünya əhalinin zəif məskunlaşdığı ərazilərə müəyyəndir. Səhra zonalarında, yüksək dağlıq yerlərdə, soyuq iqlim, əlverişsiz iqlim şəraitində əhali daha zəif məskunlaşıb. Baxarıq buradan 2 yazılan yer böyük səhraya düşür, 3 yazılan yer
Qərb Viktoriya səhrasına düşür. Daha sonra 6 yazılan yer Sibirdir, soyuqdur. 7 yazılan yer Alyaskadır, soyuqdur. Buna görə əhali burada zəif məskunlaşıb. Avropada əhali sıx məskunlaşıb. Göllər ətrafında Atlantik Okean sahilində sıx məskunlaşıb. Burada ən böyük onun aglomerasiyası var Braziliyanın. São Paulo ilə Rio de Janeiro aglomerasiyaları. 8-də də Hindistanda əhali sıx məskunlaşıb. Ona görə cavabımız olar 2, 3, 6, 7. A variantı. Daha sonra 54-cü sual. Urbanizm səviyyəsinin yüksək olan ölkələr. Urbanizm səviyyəsi şəhər ərazisinin payının yüksək olması deməkdir. Şəhər ərazisi ən çox inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Cavabımız baxsaq, Avstraliyada aglomerasiyalarımız var, genişdir. Daha sonra ABŞ-da aglomerasiyalarımız var. Avropada Almaniyadadır və burada Kanadadadır. Burada Mavritaniya kənd əhalisinin sayı daha çoxdur. Efiopiyada kənd əhalisi, Hindistanda kənd əhalisi, Çində kənd əhalisi və İndoneziyada kənd əhalisi. İnkişaf etmiş ölkələri götürməliyik, urbanizm səviyyəsi yüksək olsun. Çünki inkişaf etməkdə olan ölkələrdə urbanizm səviyyəsi aşağı göstəriciyə malikdir. Cavabımız olar 1, 6, 8, 9, Y variantı. 55. Ölkə əhalisinin sayı 8 milyon nəfər, kənd əhalisinin sayısı 3,6 milyon nəfərdir. Urbanizm səviyyəsi müəyyəndir. Urbanizm şəhər ərazisi deməkdir. 8-dən çıxarıq 3,6-nı alarıq ki 4,4 milyon nəfər şəhər əhalisi var. Ümumi ölkənin əhalisi 8 milyona 100% yazarsınız, milyona. Milyonda 6 sıfır. 4,4 milyon isə bildik ki şəhər ərazisidir. Ona x yazarsınız. Və buradan həll eləsəz 4,4 milyonu 100-ə vurub 8-ə bölsəz cavab alarsınız 45%. Deməli, şəhər əhalisi ölkə ərazisinin 45%-ni təşkil eləyir. 56-cı suala baxırıq. Deyir, ölkə əhalisinin 45%-i şəhərdə yaşayır. Yəni, urbanizm səviyyəsi 45%-dir. Əhalinin ümumi sayı 60 milyon nəfər olarsa, kənd əhalisinin sayını müəyyən. Əgər 45%-i şəhərdədirsə, deməli 100%-in 55%-i qalır da, kənddə yaşayanı 55%-dir. 60 milyonda 55%-ni tapsaz, oradan da cavab alarsınız 33 milyon nəfər. Növbəti 57-ci sual. Verilən əlamətlərin aid olduğu ölkələri müəyyən edin. Əhalisi eyni irqə mənsubdur. Əlverişli dəniz sahili mövqeyə malikdir və musson iqlimi mövcuddur. Deməli, Monqolistan dənizə çıxışı yoxdur. Ona görə getdi. Laosun dənizə çıxışı yoxdur. Monqolistanın dənizə çıxışı yoxdur. Cavabımız qalır A variantı ilə C variantı. Musson iqlimi Çində də var, hər ikisində Çin var və Yaponiyada var. Pakistanda musson iqlimi yoxdur. Musson küləklər əsir. Və əlverişli eyni irqə mənsub olan xalqlar yaşayır deyir. Çində də, Yaponiyada da Monqoloid irqinə məxsus xalqlar yaşayır. 58. Suburbanizasiya və yalançı urbanizasiya proseslərinin səciyyəvi olduğu müvafiq regionlar. Suburbanizasiya inkişaf etmiş regionlar. Onlar Şimali Amerika regionu, yalançı urbanizasiya Latin Amerikası regionu. İnkişaf etməkdə olan ölkə. 59. Şəhər ərazisinin payının nisbətən yüksək olduğu regionlar şəhər ərazisi inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Burada da inkişaf etmiş ölkələr və aglomerasiyaların əsasən yerləşdiyi yerlərdir. Burada da aglomerasiyalar Latin Amerikasında və Cənub-Qərbi Asiyada nisbətən yüksəkdir. Mərkəzi Afrika və Mərkəzi Asiyada sırf kənd yaşayış məskənidir. Şərqi Afrikada da. 60. Hind-Avropa dil ailəsinə daxil olmayan Avropa xalqları Finlər Ural dil ailəsinə aiddir. Daha sonra Estonlar o da Ural dil ailəsinə aiddir. Olmaz. 1, 5 və deməli burada olacaq 4 Macarlar. Bura aid deyil. Hind-Avropa dil ailəsinə aid deyil. C variantı. Çexlər Slavyan dil qrupuna aiddir. Hind-Avropa dil ailəsinin. İngilislər German dil qrupuna, İspanlar isə Roman dil qrupuna aiddir. Aid olmayanlar deyir deyə C variantı. 61. Dünya əhalisinin daha sıx məskunlaşdığı regionlar. Ərazisi əlverişli olan yerlərdə və əsasən dəniz sahili mövqeyə malik olan yerlərdə əhali daha sıx məskunlaşıb. Cənubi Asiya, Cənub-Şərqi Asiya, Qərbi Avropa və ABŞ-ın şimal-şərqi. Yəni göllərdən aşağı, böyük göllərdən aşağı. 62. Əhalinin deməli, burada A variantında Cənub-Qərbi Asiya səhradır, olmaz. Ona görə getdi. C variantında Avstraliya səhradır, olmaz. D variantında deməli, mərkəzi Şimali Avropada olmaz. Sıx məskunlaşmayıb, seyrək məskunlaşıb. Y
variantından Mərkəzi Asiya olmaz. Cavabımız bu. 62. Əhalinin sıxlığının daha az olduğu regionlar. Əhalinin sıxlığı Şərqi Asiyada sıxlıq çoxdur. Olmaz. C variantından Hindistanda sıxlıq çoxdur. Olmaz. Hind-Qanq ovalığında sıxlıq çoxdur. Olmaz. Cavabımız D variantıdır. Turan ovalı səhra, böyük səhra, səhra, Amazon ovalı da həddindən artıq rütubətli yerdir. Abşeron yarımadası Bakıda Azərbaycanda ən sıx məskunlaşmış ərazidir. Cənubi Asiyada həmçinin olmaz. 63. Qərbi Avropada əmək immiqrasiyasının əsas mərkəzi olan ölkələr. İmmiqrasiya deyirsə, əsas köç ora gəlir. Böyük Britaniyadır, Fransadır, Almaniyadır. Bu ölkələr əsas immiqrasiya regionlarıdır. Cavabımız B variantı. Daha sonra burada A variantı kimi düşdü? B variantı. Daha sonra 64. Avropada urbanizasiya səviyyəsi nisbətən aşağı olan ölkələr Portuqaliyadır, İspaniyadır, Yunanistandır və İrlandiyadır. Bu kimi ölkələrdə daha aşağıdır. Burada da cavabımız olacaq Albaniya. Urbanizasiya səviyyəsi nisbətən aşağı şəhər ərazisinin sayına görə. 65. Avropada əhalinin daha sıx məskunlaşdığı ölkələr sıxlığına görə Belçikada, Niderlandda, Danimarkada daha çox seçilir. Finlandiya dağlıqdır, Norveç dağlıqdır, Norveç dağlıqdır, olmaz. Avstriya dağlıqdır, olmaz. Cavabımız C variantı. 66. Ölkə ərazisi 60 milyon nəfər, bir ildə doğulanların sayı 620 min, ölənlərin sayısı 140 min nəfərdir. Hər min nəfərə düşən təbii artımı müəyyən edir. Bir ildə doğulanların sayı 620 min, ölənlərin sayısı 140 mindir. Bunları bir-birindən çıxsa, bizə verər illik təbii artımı. Deməli, 620 mindən çıxırıq 140 mini, alırıq ki, 480 min illik təbii artımdır. Yəni, 60 milyona 480 min dəyişib il ərzində. Min. Bəs hər min nəfərə əhali nə qədər dəyişər? X. Buradan da X-i tapsaq, mini vurarıq 480 minə, bölərik 60 milyona. Oradan da cavab alarıq ki, 8, hər 1000 nəfərə 8 nəfər təbii artım düşür. Daha sonra keçdik növbəti 67. Ölkə ərazisinin 8 milyon nəfər, bir ildə doğulanların sayısı 120 min, ölənlərin sayısı 80 min nəfərdir. Yenə eyni şəkildə illik təbii artımı taparaq 120 mindən 80 min çıxarıq eləyər 40 min nəfər. Yəni hər 8 milyon nəfərə əhaliyə 40 min nəfər təbii artım baş verib, artım olub. Bəs hər 1000 nəfərə təbii artım nə qədər olacaq? X. Buradan da 40 mini vurarıq 1000-ə, bölərik 8 milyona və alarıq ki, cavabımız hər 1000 nəfər əhaliyə 5 nəfər təbii artım düşür. Daha sonra 68-ci sual. Əhalinin sayı 6 milyon nəfər olan ölkədə il ərzində artım 30 min nəfər olarsa, hər 1000 nəfərə düşən təbii artım müəyyəndir. Yenə 6 milyona 30 min qoyacağıq. Bəs hər 1000 nəfərə təbii artım nə qədərdir? X. Buradan da 30 mini 1000-ə vurub 6 milyona bölsək, cavab alar ki, hər 1000 nəfərə 5 nəfər təbii artım düşür. Növbəti 69. Ölkə ərazisinin həyat səviyyəsini göstərən əsas amillər, həyat səviyyəsi insanların təhsil səviyyəsidir, ümumdaxili məhsulun adam başına düşən miqdarıdır, təsir edən amillərdən 3-ü, daha sonra 5-i götürərik. Sözlərin yaxın sıx məskunlaşma əhalinin sıxlığına təsir edən amildir. Ona görə olmaz və əhalinin illik gəliri, yəni daxili məhsulun həcmi illik 2, 3, 5 Y variantı. 70. Ölkədə işsizlik 32%, iqtisadi cəhətdən fəal əhalinin sayısı 17 milyon nəfərdir. Ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayını müəyyən edir. Bilir ki, əmək ehtiyatları 2 yerə bölünür. Fəal əhali və işsiz əhali. İşsizlik deyir 32%. Onda fəal əhali nə qədər olacaq? 100% verməlidir bizə. 68% fəal əhali var. İndi deyir ki, iqtisadi cəhətdən fəal əhalinin sayı 17 milyon nəfərdir. Yəni 68%-ə 17 milyondursa, bəs 100% ölkədə ümumi əmək ehtiyatları nə qədərdir? 100%-ə X. Buradan da 100%-i 17 milyona vurub 68-ə bölsək, cavab alarıq ki, əmək qabiliyyətli əhalinin ümumi sayı 25 milyon nəfərdir. 25 milyon nəfər. O da cavab eləyir D variantı.